Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Nisiyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib. Xəbər verilir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi kredit büroları haqqında qanuna edilən dəyişikliklərdə əksini tapıb. Qanuna əsasən, müvafiq məlumatları könüllü təqdim etmə mexanizmi bütün nisiyə mal alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslərə şamil ediləcək. Qubada qaya parçaları yola düşüb. Xəbər verilir ki, hadisə Quba Qonaqkənd yolunun Təngə Dərəsi adlanan ərazidən keçən hissəsində baş verib. Nəticədə ondan çox yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Əraziyə aidiyyəti qurumlarının əməkdaşları cəlb olunub. Yolun açılması istiqamətində işlərə başlanılıb.